Salam, hər vaxtınız xeyir dostlar. Bu gecə başlayan aramsız qar yağışı fəsadlarla, problemlərlə insanları qarşı-qarşıya qoyubdur. Gecədən elektrik xətti kəsilib, qaz ümumiyyətlə yoxdur, su boruları donubdur. Yaşadığım Avropa ölkələrinin birində bu problemlər get-gedə böyüyür, get-gedə çoxalmaqdadır. Təbii ki, bu bir zarafatdır. Bir anlıq elə bildim ki, ASTV-yə müsahibə verirəm. Və ölkədə nə baş verir? Ölkədə ənənəvi olaraq bayram öncəsi, istər bayram sonrası baş verən problemləri işıqlandırmaq istəyirəm, danışmaq istəyirəm. 2 gündür Azərbaycanda, Bakıda, əsasda qaz sayğaclarında, yükləmələrdə problemlər var. Yəni onsuz da sosial, iqtisadi vəziyyətin ağır, acınacaqlı bir dövründə insanların mənəvi və maddi sıxıntılarının artdığı bir dövrdə bu problemlərlə üzləşməsi yaxşı bir əlamət deyil. İnsanların evdə yaşlı olanı var, qadın, uşaq olanı var. Yəni paytaxt şəhərdə bu qaz probleminin yaşanması çox acınacaqlı, çətin bir vəziyyətdir həqiqətən də. Azəriqazın sözsüz də mənə elə gəlir ki, hələ də bayram əhval-ruhiyyəsindən tam ayılmayıbdır. Çünki nə ilə əlaqələndirir? Deyir, təqvim ilinin əvvəli olduğuna görə belə üzləşmişik. Təbii ki, bu bir gülünc bir şeydir. Yəni Azərbaycandakı inkişaf, Azərbaycandakı vəziyyət ASTV-nin ekranından o tərəfə keçmir. Əksinə daha da ağırlaşır, daha da çətinləşir.